Bir de dünən gördüyüm yaşlı yarpaqlar, bir de görürük ki, budaqdan düşür. Bəxtiyar Vahabzadə yaradıcılığı Azərbaycan ədəbiyyatında özünə məxsus yeri olan şairlərimizdən. Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının hər üç növünə müraciət edilmişdir. Epik, lirik, dramatik növdə yazmışdır. Bəxtiyar Vahabzadə yaradıcılığını bir günə, bir saata yerləşdirmək olmaz. Saatlar, günlər lazımdır ki, biz onu müzakirə edək. Bəxtiyar Vahabzadənin poemalarını bizim 11-ci siniflərimiz demək oxuyub mütaliə ediblər. Bugün onlar onu müzakirə edəcəklər. İndi isə söz veririk 11-ci siniflərə, özləri öz fikirlərini desinlər. İstəkləri gözündə, tələbləri dilində, millət dənizə döndü, dənizin sahilində. Dağlandı bu millət, alışıb öz oduna, yandı bu millət. Dilsiz sağır göylərə, dirək oldu hak səsi, başlandı bir ölkənin meydan mübarizəsi. O zaman ki özümüz olduq öz dustağımız, qəlbimizə sığındı üç rəngli bayrağımız. O vaxt ki azadlığın işartısı göründü, qəlbimizi bir anda dərib keçdi o bayraq. Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. Bir məqsədə calandı, əllərdə dalgalandı. Qatil bunu görüncə pozdu cəlalımızı, qanımıza boyadı bizim filanımızı. Yalanlar rəaya nə qədər uyduq, biz Qızıl Orduya abidə qoyduq. Həmin Qızıl Ordu günün birində bizim qanımızı tökdü. Qatil bizimlə bir o gecə həm də haqq həqiqəti tutdu qurşuna. Hansı göstərişlə gəlmiş görən silahsız güclərin qıranlı ordu. Valla bu vəhşəti törədə bilməz, ən qəddar qudurdan çıldıran ordu. Şər üçün nə qayda, nə şər, nə qanun. Haqq işi bu imiş Qızıl Ordunun. Kimidir bəs ölənlər, inanmaq çətin, dünən Rusiya üçün can verənlərin, şəhid olanların şəhid övladı, əfsus eyni olur şəhidin adı, o şəhid, bu şəhid, sən bir işə bax, o nəyin umurunda, bu nəyin ancaq, o məlum şənbə gedəsi, o məlum gedə, birdən üzə çıxdı bu fərq gör necə, ədalətdir gerçəkdə valan yoxdur o gecə, zülüm zalım əldə haqqı doğdu o gecə, tunc verdi ilanlar, haqqımızı nə anlar, həqiqəti yalanlar, küncə sıxdı o gecə, kimə deyim dərdimi, qəsbkar namərdəmi, 70 ilin dəqiqəmi gözdən atdı o gecə, analar amanından ürəklər oldu şaşan, şəhidlərin qanından şimşək çaxdı o gecə, qara geydi bu vətən, yox hayına bir yetən, nə deyək bu vəhşətlər, bu zülmə, bu dəhşətlər, Allah bu müsibətə necə baxdı o gecə. Ertəsi Bakı küçələrindən yürüyən bu millətin qızıl qanını, yad edəcək Cəllat Kemalin qanına çalmış Özbekistanını, gecənin yarısı hər yan qanıyla, qırmızı güllələr uçur havada, özünü itirmir adamlar ilə, yetirir özünü haya-haraya, maşınlar bir yana çiğinlər qədər, yaralı başını xəstəxanaya, güllər yolcusu boğazı səsinə, titriyir lərzəyə, gəlir binada, amansız saldatdır, keçsin qəsdən, bütün silahları xəstəxanada, gör necə böyükmüş bizə qəzəb kim, burada da göründü, qalmadığında, əlatsız həkimlər ümid eyləsin, əməliyyat gedir şamışlığında, səhər açılır müzaqələr bir-bir yığılır gəlir, qan vermək istəyir yaralılara, amma insaf hara, qan tökən hara, salvatlar döküldü heylaxın-axın, döyüşə baxdı dökəna, bir anda tutuldu xəstəxananın həyəti bağçasını güllə barına, heç kəs bu sifətdə görmür şəri, bəs deyil bu tökülən qanlar, xəstəyə qan vermək istəyənləri bir an içində dağıtdı onlar. Ertəsi Bakı küçələrindən yürüyən millətin qızıl qanını, yad edəcək Cəllat Kemalin qanına çalmış Özbekistanını. Bəzən öz-özümə düşünürəm, mən nahaq şəhid oldu bizim zamanlar, ömrü 30 ildir bir iş görmədən boş yerə ölməyin nə mənası var? Sonra düşünürəm, onlar qorxmadan cumdular ölümün üstünə bilər, bir iş görmədilər, yaşayan zaman qəhrəman oldular ölümləri ilə. Bizim əllərimizdən aldılar nahaq, bu haqqı, bu bildiyi onlar bildirdi onlar. Millətin qəlbində qəsdən salınmış qorxu iblisini öldürdü onlar. O gecə dağlardan enən sel təki, qəzəbdən köpürüb daşlı millətin, o şənbə gecəsi ürəyindəki qorxarsan aşlı millətin, bu ölüm bu qırğın dərs olsun bizə, demək boş yerə canına keçsinlər. Onlar şəhid millətimizdən cəsarət içərisində təqdim etsin. Xəyal bir sizə bildirə bilməz, bu gündən sonra körpü salması, azadlıq ağacı var verə bilməz, şəhidlər qanıyla sularımızı. Baxıb sinələrdən axan alqana, elə vətən boyda Qarabağlar.
Məncə millət hazır deyil azadlığa, yalın əllərlə tanklar üstünə atılan zamanlar eşq olsun sizə. Siz təsdiq etdiniz azadlığın da halal olduğunu millətimizə. Şəhid rütbəsinə qalxan zamanlar, sinəsi hər zülmə qalxan zamanlar. Böyük Nəsiminin, Babəyin xeyir duasını aldı o gecə, zamandan iləri sizlərə yəqin tarixdə çıxan o gecə. Qəzəb şimşəyində hər baxışında, hər üzdə, hər gözdə bir sağ var. İnsan dənizinin dalgalarında üzür asta-asta tabut qayırlar. Haqq gözə bilsə də zülmün şərrinə, üzür yanır gözlərində kimin nifrəti. Alıb tabutları çiğnərinə Allaha göstərir bu cinayəti. Qızıl qərənfillər əllərində min, şəhidlər önündə bir anda oldular. Fədakar oğullar Rəsulzadənin bayrağı altında dəfn olundular. Bayraq daldı bir anlığa sükuta göyür, millət ürəyini sükutdan astı. 18-də ölən köhnə şəhidlər təzə şəhidləri bağına bastı. Şəhidlər xiyabanı dilə gəlirməz ama axı biz neynəmişdik? Bu iddiam bu sual şəhidlərin birləşən hər yasına səslənir. Fərizən İlhamı çırağı söndürmüş kümasına səslənir. Axı biz neynəmişdik? Ağsaqqal babaların ağ bilsinələrin duasına səslənir. Axı biz neynəmişdik? Bu iddiam bu sual Məktəbi Larisanın qara lentə tutulmuş parçasına səslənir. Axı biz neynəmişdik? Günahsız qurbanların baş daşına səslənir. Onların yetim qalan, körə qalan, dünyada haqq istəyən göz yaşına səslənir. Axı biz neynəmişdik? Bu iddiam bu sual ən qazanan bir millətin dodağına səslənir. Axı biz neynəmişdik? Cavab verən olmadı. Boğulan bir millətin axı biz neynəmişdik? Haqq səsini. Çağrılar quruldu kənddə şəhərdə, bəlkə mərhəm idi matəm bu dərdə. Döndü yas elinə bütün məmləkət, kasıb ocaqlarda da qazan asıldı. Yası matəmi ilə çarəsiz millət elə bir qatildən intiqam aldı. Gücsüzün aldığı intiqama bax, zorun qarşısında sustuq hamımız. 40 gün yas saxlamaq, işə çıxmamaq oldu üsyanımız, intiqamımız. Canı da cansız da ağlayan gün, matəm içindədir ölkə büsbütün. Qızıl qərənfil ilə qara bayraqlar, xalqın kədərinə birgə qan atlar. Qatil gülləsindən qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Üçrəngli bayrağı öz qanlarıyla vətən torpağına çəkdi şəhidlər. Onlar susturulan haqqı zalım ölməsin zülmləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə. Həqiqət uğrunda ölümləri ilə ölü böyük amına çəkdi şəhidlər. O şənbə gecəsi, o qətl günü, mümkünə döndərdik çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb söktü şəhidlər. Tarixi yaşadıq diləyimizdə, bir yumruğa döndük o gecə bizdə. Yıxıb köləliyi ürəyimizdə, cəsarət mülkünü tikdi şəhidlər. Onlar susturulan haqqı dindilər, qaraca torpağı qiymətləndirər, donan vicdanları qeyrətləndirər, axı el qeyrəti çəkdi şəhidlər. Dözdü hər zillətə, dözdü hər şeyə, dünyada mənim də haqqım var deyə. Kütləni xalq edən müqaviləyə, qanıyla qolunu çəkdi şəhidlər. İnsan insan olur öz sünəri ilə, millət millət olur xeyri şəri ilə, torpağın bağını cəsədləri ilə, azadlıq toxumu səkdi şəhidlər. İnşallah şəhidlər poemasının müzakirəsinə başlayaq. Şeirlərin parçalardan hər kəs öz oxuduğunu dedi. İndi müzakirə edək. Görək kim daha yaxşı, poemanın daha yaxşı mənimsiyib. Aysun buyur, şəhidlər poeması haqqında öz fikirlərini söylə. Xalq şəhərlərdə varsadə, qanlı yanvar gecəsində sorulmuş şəhidlər poeması Azərbaycan ədəbiyyatının milli kamil nümunəsindən biridir. Və poemada öz zanlarına keçən şəhidlərimizin qəhrəmanlığı təmin edilib. Eləcə də burada əlləri günahsız insanların qanına bulanmış qatilləri xalq etiraz səsi öz əksini tapıb. Sonra poemada milli qəhrəmanlarımızın ümumiləşmiş obrazlarıdır. Və poemada öz zanlarına keçən şəhidlərimizə görə və poemada günahsız insanların qətlə yetirilməsinə görə poemada bir hüquq və gələcəyə inam var. Və şair həmişə də inanırdı ki, şəhidlərin qanı yerdə qalmayacaq və xalqın igidləri bunu baizəni davam etdirəcək və üçrəngli bayrağı enməyə qoymayacaq. Və poemadakı qəhrəmanlar ana torpağı azadlıq toxumunu səpən qəhrəman kimi tərənnüm edir və şair isə həmişə əmindir ki, vətənimizin azadlığı və müstəqilliyi daim yeni nəsillər tərəfindən qorunacaq. Sonra şəhidlər poeması bütün
bütün öz varlığı ilə xalqına bağlanan Bəxtiyar Vahabzadənin öz müstəqillik istəməkdən başqa bir günahı olmayan minlərlə xalqın qırğına verilməsinə qarşı, qırğına verilən imperiya siyasətinə qarşı üsyan səsidir. Və 20 yanvar faciəsi Azərbaycan tarixində mühüm yerdədir və indi də təqibli qara bir səhifədədir. Həmin gün bizim minlərlə insanımızın qana boyandığı gündür. Eləcə də həmin gün bizim birliyimizin zirvə nöqtəsidir və iftixar səbəbimizdir. Ondan sonra burada şəhidlərimizdir və bugünkü müstəqilliyimiz həmin günkü şəhidlərin qanı ilə suvarılıqdır və insanların və tankların qabağına çıxan xalqlar insanların qəlbində olan qorxu iblisini öldürübdür və başqalarına da artıq xalqın azadlıq istəyinin dərəcəsini göstərdi və başqalarına da cəsarət dərsi verildi. 20 yanvar faciəsinə gedən yol bir neçə il əvvəldən başlayır ki, bu da poemada öz əksini tapır. Və məsələn, orada deyilir ki, əsgərlər gecə ikən xəstəxanaları gülləliyirdi, işıqları qəsdən söndürürdülər və artıq qırmızı güllə qaranlığın zülmətini pozurdu. Amma ertəsi gün heç nə olmamış kimi yollardan insanların qanı yuyulurdu, təmizlənirdi. Amma onlar nə qədər küçələr təmizlənirsə də bir şey unudurdular ki, qəlbə düşən ləkəni təmizləmək olmazdı, vicdandakı ləkəni təmizləmək olmaz. Sonra poemada şəhidlərin dəfn olma mərasiminə də rast gəldik ki, burada şəhidlər xiyabanlarda, şəhidlər daha doğrusu məzarları aparılırdı, qərəfli yaxşılar xiyabanlara aparılırdı və onlar Məhəmməd Əmin Rəsulzadənin tüçəngli bayrağı altında dəfn olunurdu. Düz o dövrlərdə müstəqillik hələ əldə eləməmişdi, amma buna sadəcə bayraq sevgisi qəlblərdə yaşırdı, amma həmin gün artıq bayraq uza çıxmışdı. Və artıq, amma şəhidlərin dəfn olunma yeri də təsadüfi deyildi. Çünki 1918-ci ildə azadlıq uğrunda qəhrəmanların şəhid olanda onlar artıq yeni şəhidləri qarşılamışlar. Təzadlı içində hissəsi də daha bitkin bir hissədir poemada və onu oxuduqca biz artıq görürük ki, yəni həmin dövrdə, həmin yerdə, həmin dövrdə Qızıl Ordunun abidəsi qurulubdur. Qızıl Ordunun abidəsi var. Ondan sonra Qızıl Ordu və daha yaxın tarixə boylansa, görür ki, Qızıl Ordunun içərisində bizim qəhrəmanlarımız, həmvətənlərimiz də vətən uğrunda döyüşübdür. Amma Qızıl Ordu onların ailələrini qırğına verməkdən heç çəkinmirdi. Axı biz nə eləmişdik hissəsində isə orada qocaların səsində səslənir, uşaqların qara lentə tutulmuş partalarında səslənir ki, axı biz nə eləmişik. Ümumiyyətlə hər yerdə və hamının dilində bu səslənir, sadəcə amma bu suala cavab yoxdur, sadəcə onlar günahsız idilər. Sonra Şəhidlər poemasında Özələ Şəhidlər poemasını əzbər söylədiniz, hissələrini söylədiniz, təhlilini danışdınız. İndi bildiyimiz kimi Bəxtiyar Vahabzadə ildən çox poemanın müəllifidir və o poemalarından elə biri də sevilə-sevilə oxunan, milli ruhu özündə daşıyan, azadlığa, istiqlaliyyətə həsr olunmuş poemalarından biri də demək Şəhidlər poemasıdır. Şəhidlər poeması deyim görə neçənci ildə yazılmışdı və hansı hadisələrə həsr olunmuşdu? 1990-cı ildə yazılıb, 20 yanvar hadisələrinə həsr olunub. Bəs janrına görə? Poema janrıdır, epik növdədir, təhkiyə əsaslanır. Yaxşı, burada deməli Şəhidlər poeması hansı vəzindədir? Həcə vəzindədir, sərbəst vəzindədir. Bəli, burada Şəhidlər poemasında həm hecə vəzinidir, həm də sərbəst vəzinin xüsusiyyətləri qoyulur. Yaxşı, ideyası nədir? Kim deyər? Məhəmməd buyur. Bəs burada hansı problem qaldırılmışdır? Buradakı problem hərbi təzahürüz, azadlığın bir də ki, azadlığın məhdudiyyəti deyil. Bu problemi də yararındakı Rusiya biraz. Yaxşı, axı biz nə eləmişdik? Sualının cavabı var mı? Yoxdur. Bəs kimlərin dilində səsləndə axı biz nə eləmişdik sualı? Buyur Kəmal. Fərizə İlhamlı Larisan. Sonra? Ağsaqa baba, Ağbicənlə. Ağbicənlə. Bütövlükdə bir xalqın dilində də Bəli, bütövlükdə bir xalqın dilində də səslənir. Bəs təzadlar içində hissəsində bilirik ki, Şəhidlər poeması 2 hissədən ibarətdir və təzadlar içində hissəsində nə təzadlıq var idi? Siz təzadı harada gördünüz? Qızıl Ordu'da necə təzad var, yaradıldı? Bəs poemada Həmvətənlərimiz də iştirak eləmişdir. bəli, Qızıl Ordu'nun tərkibində iştirak etmişlər. Yaxşı, Qızıl Ordu'nun tərkibində iştirak edən əsgərlərimiz də şəhid olmuşdu. 1990-cı il 19-dan 20-sinə keçən gecə
burada da şehit olmuşdu. Bəs onların fərqi nə idi? İndi onda onlar şəhid. Tamam, dünən onlar üçün can verənlərin indi onlar şəhid oldular. Amma onlar nəyin uğrunda? Bunlar nəyin uğrunda? Onlar bu yeni şəhid olanlar öz vətənləri uğrunda, amma əvvəlki şəhid olan Qızıl Ordu. Qızıl Ordunun uğrunda döyüşmüşlər. Yaxşı uşaqlar, biz şəhidlər poemasını öyrəndiniz, oxudunuz. Hansı poema ilə şəhidlər poemasının oxşar fərqli cəhətləri var? İstəyə bilərsiniz. İstiqlal poemasıyla. Səsli qız. Səsli qızdır. Səsli qız poeması ilə fərqli, oxşar cəhəti var. Fərqli cəhət odur ki, orada yaz saxlaya bilmirlər. Amma şəhidlər poemasında yaz saxlanır. Bir bəs oxşar xüsusiyyəti də var idi, hansı? Oxşar xüsusiyyəti. Ertəsi gün Küçələr təmizlənir. nədən təmizləndi? Qanundan. Qanundan təmizləndi. Yaxşı, matəm mərasimi hissəsində bilirsiniz ki, o dövrdə biz tam yaz saxlamağa icazə vermirdilər. Bəs bu kənddə kəsəklər necə yaz saxlanırdı? Buyur günə. Bəli, gücsüzün güclü önündə aldığı qisas var. Annenin vurguladığı bir yer var. İstiqlal poemasında da, indi İstiqlal poemasından da danışacaq. Eyni zamanda bilirsiniz ki, Şəhidlər poemasından bir parçanı da İstiqlal poemasında verir. Və orada bir cümlə var idi. Şəhidlər qatil gülləsinə qurban gedərkən o hissəni deyirlər. Bir hissədə var idi. Kim vurgulanırdı? Hansı hissə idi? Deyirdi, nəyi qəbul eləmədi? Rusiya ordusu, Sovet ordusu nəyi qəbul eləmədi? Nəyin önündəki? Nəyin önündəki? Burada müzakirə vermişdi. Hüseyni ayağa qalxdı məmləkət, bir dəfə bir dağ özünə gəldi. Xalqın qəlbindəki bu əhəmətlər, Türkistənləsini odağı dərdi. Yaman açıq gəldi bunu sonra dağların altında əzdi milləti, sığdıra bilməli dağ görürlər, təpə önündəki Bəli, dağ qüruruna sığdıra bilmədi ki, təpə önündə məğlub oldu. Bunu öz quruna sığdıra bilmədi. Tamam, başqa? Bizim hansı Azərbaycanın hansı xalq artisti Şəhidlər poemasına mahnı oxuyub uşaqlar. Bu poemaya həsr olunmuş mahnı. Zeynəb xanlar oxuyubdu, Şəhidlər mahnısı, şəhidlər. Nə qədər oxuyublar həmin dönəmlərdə onu. Bax, indi bir dənə də olar bir söz deyim. 8 sinifin şagirdi İlahi müəllimə Bəxtiyar Vahabzadənin biz poemanı müzakirə edilir, orada Bəxtiyar Vahabzadənin şəklini çəkdi. Öz Salim qələmlə olsa şəklini çəkdi. Əlləri var. Sağ olun. Birinci siniflərin ifasında Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış bir mahnını dinləyək. Uşaqların ifasında. Gəl. Elimiz. Azərbaycan sənməni, hüviyətim şan şöhrətim.
Sizin ifasında bir vətəndaş şeirinə qulaq asın. Buyurun. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni bir vətənin övladıyıq biz. Anamız eynidir, qardaşıq demək. Mən sənə arxayam, sən mənə gücüm. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni iki canda bir ürəyik biz. Gücsüzük, bir heçik, sən də, mən də tək. Vətənə güvənib olduq vətəndaş. Mənim ürəyimi qanatsın gərək, sənin dırnağına dəyən çıxmadaş. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni bir iqlimdə böyümüşük biz. Səni də, məni də böyüdən vətən, sənə də anadır, mənə də ana. Sən də cavab versən, mən də hər zaman, vahid anamızın xoşbəxtliyinə. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni bir qaynaqdan su içmişik biz. O su qəlbimizdə coşdu, qaynadı, eyni bir ad ilə tanıtdı bizi. Vətənin ünvanı, vətənin adı bizə xatırlatdı vəzifəmizi. Vətəndaş, nə gözəl səslənir bu söz. Vətən əbədidir, gedərik biz. İnsan qüvvətlidir öz vətənində. Bilirik dünyaya biz niyə gəldik. O bizi yaradan, biz ona bəndə. Yaradan uğruna ölməyə gəldik. Bəxtiyar Vahabzadənin ana dili şeiri. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dil adlanır bizim ilk dərsliğimiz. İlk mahnımız Laylanı anamız öz südü ilə içirir bu ruhumuza bu dildə gilə-gilə. Bu dil bizim ruhumuz, eşqimiz, sanımızdır. Bu dil bir-birimizlə əhdi peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil bir əcdadımızın bizə qoyub getdiyi ən qiymətli mirasdır. Onun gözlərimiz tək qoruyub, nəsillərə biz də hədiyyə verək. Ömrüm payız şeiri. Dövran tez dolanır, illər tez keçir. Biz də dəyişirik heyirdən ilə. Ömür pillələri necə düz gəlir, ana təbiətin təsilləri ilə. İlbahar çağıdır, uşaqlıq ömrün. Şıltaqdır, oynaqdır, kəpənək kimi. Ömrün yay çağıdır, gənclik büsbütün. Coşqundur, dəlidir, o külək kimi. Ardı bəhrəli payız ömrün. İnsan da bar verib əyir başını. Dünyanı dərindən dərk etmək üçün oturub gizlicə cızır qaşını. Arır saç saqqal ömrün dışında. Həyat səyifləyir, axıra çatır. Əl-ələ verərək qoca yaşında. Təbiət insan mülküləyir, təbiət atır. 11-ci siniflərin ifasında İstiqlal poemasından hazırladıkları parçalara qulaq asın. Dünya çalxalandı, sular duruldu. Tərsinə dolandı əsrin məhdəli. Zaman hökm elədi, vaxt hakim oldu. Ayağa qaldırdı qul millətləri. Qullar silahlandı qəzəbdən kindən. Ayıra bildilər dumandan sisi. Qorxdu ağasını məmləkətindən. Kölə Afrikadan, kölə zərbisi. Göyə dirək oldu amanım ahım. Halalca haqqımız bizdən yan qaçar. Zəncirin bəxtini açan Allahım. Bəs mənim bəxtimi nə zaman açar? Yaman uzun çəkdi hökmü bu qəsdin. Ayrılıb ikiyə döndü bir vətən. Gülüstan adlanan bu yefritənin kağızı qələmi nədənmiş görən. O kağız, o yazı yumdu gözləri. Yanan ürəklərdə ot külə döndü. Bizim qəlbimizdə o gündən bəri Gülüstan tikanlı məhfilə döndü. Bir vahid milləti iki hakimin dili doğmalaşdı, qulaq ah oldu. Doğma anamızın şəkərdən şirin bizə öyrətdiyi dil yasaq oldu. Özündən sözündən qaçaq dilimiz. İslamın üçlü qadir səydə, yüksək məqamlarda yasan dilimiz. Qovulub yaşadı kəmtəki səydə. İnsan olmaq üçün uşaq dil açar. Yasaqlar önündə biz dilsiz olduq. Dil varsa xalq da var,
bir dağla üz-üzə gəldi. Millətin qəlbində boyatan nifrət, köksün əmrəsilə odağı dəldi. Yaman acıq gəldi bu nifrət ona, tankların altında əzdi milləti. Sığdıra bilmədi dağ qüruruna, təpə önündəki məğlubiyyəti. Millət olur arzu niyyəti, inamı, inadı öz imanıyla. Dərk edib bu haqqı, bu həqiqəti, suvardıq torpağı şəhid qanıyla. Eşidib qəlbimin üsyan səsini, yazdım şəhidlərin faciəsini. Dilək bir çiçək də bitirə bilməz, bugündən sabaha körpü olmasa. Azadlıq ağacı bar verə bilməz, şəhidlər qanıyla suvarılmasa. O şənbə gecəsi gecikdi səhər, zaman itirmişdi o gün sağ solu. Ömürdən keçərək keçdi şəhidlər, bir qanlı gecədə minillik yolu. O şənbə gecəsi ölüb dirildik, şərəf papaq oldu, başlara qondu. O qətir gecəsi xalqın minillik, şücaət tarixi təkrar olundu. Qatil gülləsinə qurban gedirkən, gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla vətən göylərinə çəkdi şəhidlər. O şənbə gecəsi, o qətil günü, mümkünə döndərdi çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb söktü şəhidlər. Quzeydə yerini göstərdi yada, zorun təməlini haqq deşə bildi. Gördük bizdən başqa bugün dünyada, bütün ayrılanlar birləşə bildi. Bir ikən iki bu halımızda, bir-birimizə həsrət qalmışıq. Biz hələ də bugün xəyalımızda həsrətin üstündən körpü salmışıq. Daş körpü vəhdətim daş xudafərin, gərəksiz daşların qalağı oldu. Üstündən bir kimsə keçə bilmədi, bölünən bir xalqın göz dabı oldu. 2 əsrdir ki o daş körpünün, bu tayında mənəm, o tayında sən. Sökülüb dağılır daşlar günbəgün, sərhəd dirəkləri xəbərsiz oldu. Bizim qəlbimizdən keçən körpüdən. Qəsbkar qəsdini əbədi sanmış, 2 başlı duran tağlara bir bax. Çoxu dağılsa da dimdik dayanmış, axırıncı tağ ilə birinci tağ. Biz bugün qismətimiz qəm-kədərdirsə, dünənki birliyin heç unudulmaz. Çayın altındakı torpaq birdirsə, o tay bu taydan ayırmaq olmaz. Köksünə dağ üstdən dağ çəkilən xalq, bir gün dağ çəkəcək dağın köksünə. Məhdil çəpəlləri qıra bilən xalq, bir il genç, bir il tez qıracaq yenə. Torpağa yoğurur vaxt özü qanla, vaxt gəldi bircə söz min dünya açar. Artıq anlamışıq ahla ana amanla, nə məhdil əriyər, nə sərhəd uçar. Zülm öz-özünə kəsilir gəlir, baxın öz yönünü dəyişən çarxa. Suyun gəlməsinə şübhəm yox mənim, bir vaxt şırıl-şırıl su gələn arxa. Salaq yanımızda bugün cahanın, rəngləri dəyişən 5 kifəsini. Biz də görəcəyik Azərbaycanın güneyli, quzeyli xəritəsini. İnşallah. İnşallah. Poeması neçənci ildə yazılır? Gülərlər. Yaşı, süjet xətti var, Mədinə. Aysu, İstiqlal poeması hansı poemanın davamı kimi yazılmışdır? Bəs Gülüstan poeması nə zaman yazılmışdır? 1959. Yaxşı, burada deməli, hansı müqavilənin adı çəkilir? Bu poeması, Gülüstan müqaviləsinin adı çəkilir. Bəs burada Xudafərin körpüsündən nə deyilir, Nigar? Xudafərin körpüsü haqqında nə deyilir? Buyurun. Xudafərin körpüsü bölünən bir xalqın gözdağı oldu. 2 əsrdir ki o daş körpünün bu tayında mən dayanmışam, o tayında sən daşların günbəgün sökülüb dağılır, sərhəd dirəklərdəki onun vəziyyətinə xəbərsiz olur. Yaxşı, Gülüstan müqaviləsi müəllif tərəfindən necə adlandırılır? Deyir ki, iftitər. Yaxşı, bəs harada məmləkət qalxmış da ayağa, Məhəmməd? Belə bir cümlə də var idi. Aha. Bəs sonun nikbindi yoxsa bədbi? Yeri gəlmişkən, bəs şəhidlər poemasında gələcəyə inan. Bəxtiyar Vahabzadə poemada inanır ki, ümumiyyətlə bu yazdığı poemalarda inanır ki, gələcək günlərdə vətənli dövlətlər müstəqilliyimizi daim qoruyub saxlayacaq. Şəhidlər qanı yerdə qalmayacaq. Bəli. Bəs həqiqətən də şəhidlərin qanı bilirsiniz ki, yerdə qalmadı, öz qisasımızı düşməndən ala bildik. Yaxşı, bəs burada müəllif ürək ağrısı ilə nədən danışırlar? Ürək ağrısı ilə. Buyur Gülər bəli. Xalqın 2 yerə bölünməsi. Bəli, ürək ağrısı ilə xalqın 2 yerə bölünməsindən danışırdı. Çünki Şimali və Cənubi Azərbaycan deyilən 2 hissəyə bölündü. Dedik, bayaq yenə vurulamışdıq. Burada hansı poemadan da bir hissə verilmişdi? Şəhidlər poemasından. Hansı hissəyə? Şəhidlər şehrin bir hissəsine verilmişdi. Yaxşı, millət necə millət olurdu?
Bax burada Millət verir. minnət olur, arzu niyyəti, inamı inadı öz imanıyla. Bəxtiyar Vahabzadəni istiqlal şairlər adlandırırlar. Bunun mənasını başa düşürsünüzmü? Nəyə görə ona istiqlal şairi deyirlər? Azadlığın tərəfdarıydı ona görə, həm də azadlıq mövzulu daha çox əsər yazılmış Öz xalqının azad olması, öz vətənini azad görməsi, müstəqil görməsi şairin ən böyük arzusuydu və həmişə də həyatı boyu, ictimai fəaliyyəti boyu onun uğrunda mübarizə apardı. Torpaqlarını bütöv görsün, Azərbaycanı müstəqil görsün, dilini müstəqil görsün. Buna görə ona Vahabzadə uşaqlar bizim milli qürur yerimizdir, bizim milli şairimizdir, bizim fəxrimizdir Bəxtiyar Vahabzadə. Bildiyiniz kimi o 1925-ci ildə avqustun 16-sında anadan olmuşdu və bu il onun anadan olmasının 100 ili tamam olur. Məhz buna görə də 2025-ci il başlayan ilk aylarda fevral ayının 21-də Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinin qeyd olunması barədə sərəncam imzalamışdı. Və həmin sərəncama uyğun olaraq özünü Azərbaycanlı sayan, özünü Azərbaycanın vətəndaşı sayan, özünü Bəxtiyar Vahabzadə yaradıcılığı qarşısında bir vətəndaş sayan və bu vətənin övladı sayan hər bir kəs və dünyanın harasında olmasından asılı olmayaraq Bəxtiyar Vahabzadənin 100 illik yubileyini qeyd edir. Dünyanın hər yerində Azərbaycanlılar istər canlı görüşlərdə, istər onlayn formatlarda Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd edirlər. Bizim məktəbimizdə də direktorumuzun göstərişi ilə İlahi xanımın təşkilatçılığı ilə bu tədbirlərə start verilib, sağ olsun ədəbiyyat müəllimlərimiz demək, cürbəcür tədbirlər keçirlər, dəyərim masa, konferans, şeir müsabiqəsi, sizinki də bugün əsərlərinin mütaliəsi idi. Yeri gəlmiş ki, uşaqlar, bugün məktəb kitabxanaları günüdür. Çox gözəl oldu ki, həmin günə təsadüf elədi. Bəxtiyar Vahabzadənin əsərlərinin təhlili. Bizim məktəbin kitabxanasında da bildiyiniz kimi Bəxtiyar Vahabzadənin əsərləri var. Ümumiyyətlə, onun əsərlərinin 12 cildliyi çap olunmuşdur. Amma bizim kitabxanamızda onun 2 cildli əsərləri var. Və bildiyiniz kimi Bəxtiyar Vahabzadənin 70-dən çox şeirlər kitabı var, 20-dən çox poeması var və yüzlərlə elmi-publisistik məqaləsi var. Ona görə də onu biz həm şair, həm dramaturg, həm ədəbiyyatşünas, həm pedaqoq, həm ictimai xadim kimi səciyyələndiririk. Belə görkəmli bir şəxsiyyətin həqiqətən də yaradıcılığından toplaşmaq, yaradıcılığından söhbət açmaq hər birimiz üçün qürurdur, fəxirdir. Ədəbiyyat müəllimlərimiz də çox sağ olsunlar və bugün növbəti bir tədbirimiz oldu. Çox sağ olun Səhmə müəllimə, Validə müəllimə. Uşaqlar öyrənmişdilər şeirləri, əsərlərdən şeirlər. Bəxtiyar Vahabzadənin inanız öz səsindən dinləmişəm. Deyir ki, mənim şeirlərimdən 2-ci sətri əzbər öyrənənə mən ömrüm boyu minnətdaram. Görün sizə Bəxtiyar Vahabzadə nə qədər minnətdar oldu. Amma biz ömrümüz boyu, bütün ömrümüz boyu Bəxtiyar Vahabzadəyə minnətdarıq. Çünki siz onun əsərlərini mütaliə edənlər nə öyrəndiniz uşaqlar? Vətənpərvərlik öyrəndiniz, vətəni sevmək öyrəndiniz, vətəndaşlıq hisslərini öyrəndiniz ki, vətəndaş nə deməkdir? Vətənin müstəqilliyi uğrunda mübarizə aparmağı öyrəndiniz, şəhid olmağın nə qədər uca bir məqam olduğunu öyrəndiniz. Və Bəxtiyar Vahabzadə özü bugün aramızda olmasa da dediyimiz kimi ruhu buradadır, ruhu şaddır, o ruh insanıydı özünüz bildiyiniz kimi və mən fəxr edirəm ki, mən qürur duyuram ki, bizim belə bir Bəxtiyar Vahabzadə gəlib keçir dünyadan bir Azərbaycanlı bir şairimiz var və fəxr edirəm ki, sizin müəllimləriniz də sizə Bəxtiyar Vahabzadəni bu cür mənimsədiblər, öyrədiblər və
Çox sağ olun. Hər birinizə bir kitabxanaçı olaraq təşəkkür edirəm ki, oxumusuz yaradıcılığını belə gözəl məlumatlar verdiniz. Şeiri bir uğrunda mübarizə aparmış və onları bir görməkdə, bir ittifaqda görməyi arzulamışdır. Və şükürlər olsun ki, onun bu arzusu bugün reallığa çevrilmişdir. Uşaqlar təsadüfi deyil ki, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Erdoğan müxtəlif vaxtlarda, tribunalarda Bəxtiyar Vahabzadənin şeirləri əzbər söylüyor. Görün bu nə qədər qürur vericidir. Görün bu nə qədər sevindirici bir haldır. Və Bəxtiyar Vahabzadənin dediyimiz kimi həm də Türk dünyasının səsidir. Ruhu şad olsun və sizlərin də hər birinizə təşəkkür edirəm. İlk saatdan sonra. Uşaqlara dinləyən uşaqlar iştirak ediblər. Bir daha hamınıza təşəkkür edirəm uşaqlar. Çox sağ olun, var olun.